Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil amin. Ve ala alihi tahirin el masumin. Ve la'nu daim ala a'daihim ve munkiri fezailihim. Ve gasibi hukukihim ecma'in. Minel ana ila yevmiddin. Esselamu aleyke ya Resulullah. Esselamu aleyke ya emirul mu'minin. Esselamu aleyke ya seyyideti nisa'il alemin. Esselamu aleykum ya seyyidin şebab ehlül cenneh. Esselamu aleykum ve rahmetullahi ve berekatuh. Eyyam-ı Fatimiye'dir. Xanım Fatime Zəhra salamullahi aleyhanın şəhadət günləridir. Artıq bu gündən etibarən başlayır. Bilirsiniz ki, Peyğəmbər əleyhissalamın vəfatından 75 gün, bəzi tarixlərdə isə 95 gün sonra xanımın şəhadət günüdür. Və bu aralıqda olan 20 günü alimlər Əyyam-ı Fatimiyə adlandırıblar. Yəni Fatimiyə günləri, xanım Fatimə Zəhraya mənsub olan günlər. Və bugünkü günlərdə fürsətdir ki, insan ilahi məariflə tanış ola, xanım Fatimə Zəhranın hədəfləri ilə tanış ola, dolayısıyla Allah və Rəsulunun hədəfləri ilə tanış olsun. Bu Əyyam-ı Fatimiyənin keçirilməsinin əsas hədəf və məqsədi ondan ibarətdir. Ona görə Allah lütf eləsə, biz bu 20 gün ərzində cümələri çıxmaqla çalışacaq ki, mühüm və önəmli hesab elədiyimiz bir neçə mətləbə, bir neçə məqama çox da vaxtınızı almadan toxunam. Xanım Fatimə Zəhra salamullahi aleyhanı tanımaq üçün, eləcə də digər Əhl-i-Beyt imamlarını tanımaq üçün ilk öncə Peyğəmbər əleyhissalamı tanımaq lazımdır. Peyğəmbəri düzgün qiymətləndirmək lazımdır. Çünki Peyğəmbəri tanımayan, doğru düzgün tanımayanın imamət barəsində düşüncələri yanlış olacaq. Təsadüfi deyil ki, Həzrəti Peyğəmbər əleyhissalam Qədirxunda buyurdu ki, Mən kuntu Mevla fəhazə Aliyyun Mevla. Kimin mən mövlasıyamsa, rəhbəriyəmsə, Əli də onun mövlasıdır. Birinci öz mövlalığın bildirdi. Yəni kim mənim mövla olmağımı qəbul eləyirsə, Həzrəti Əlinin də mövla olmasını o qəbul eləməlidir. Ona görə Peyğəmbər şəxsiyyəti çox önəmlidir ki, biz Peyğəmbərin şəxsiyyətini tanıyaq. Peyğəmbərin necə və hansı şərtlər daxilində Peyğəmbərlik elədiyindən bizim məlumatımız olsun. Biz Peyğəmbəri sıradan bir şəxs kimi yox, fövqəladə bir bəşər, bir mələk kimi təsəvvür eləyirik. Halbuki bəhs əsnasında bunlara toxunacam ki, burada xeyli bizim yanlışlarımız var. Xanım Fatimə Zəhra salamullahi aleyhanı tanımaq üçün onun Peyğəmbərini tanımaq lazımdır. Onun atasını tanımaq lazımdır. Tarixən insanlar Peyğəmbərlər mövzusunda və ilahi şəxsiyyətlər mövzusunda bir düyün nöqtəsində ilişib qalıblar. Bəziləri bilməməzlik ucbatından, nadanlığı ucbatından, bəziləri isə məqsədyönlü şəkildə həmən yerdə ilişib qalırlar və başqalarına da o yolda mane olurlar. O nədir? O da budur ki, tarixən qeyd elədiyim kimi, təkcə bugünün söhbəti deyil. Adəmdən xatəmə belə olub, insanlar Peyğəmbərlərin zahiri şəxsiyyəti ilə, zahiri forması ilə onun ilahi missiyasını bir-birinə qarışdırıblar. Və yaxud da Peyğəmbərləri fərqləndirməyiblər. Fərqləndirməməyinin də müəyyən dəlillərini gətiriblər. Bəs getdikcə aydınlaşacaq ki, mənim mövzum nə qədər mühümdür və nə qədər önəmlidir, xüsusilə bu günümüz üçün nə qədər aktualdır. İnsanlar Peyğəmbərlərə zahiri xüsusiyyətlərinə görə qiymət veriblər. Görüblər ki, dünənə qədər bizim birinin xalası oğlu, birinin dayısı oğlu, birinin əmisi oğlu, birinin qohumu, qonşusu, öz təbirimizlə desə, sinif yoldaşı bugün çıxır Peyğəmbərlik iddiasındadır.
Müminun surəsində oxuyuruq ki, qalu in antum illa bəşərun misluna. Eləcə də İbrahim surəsində bu ayə var. Kafirlər gəldilər, dedilər ki, bunlar, yəni peyğəmbərlər, bizim kimi bəşərdən başqa bir şey deyirlər. Bunlar sıravi bir insanlardır. Niyə bunların ardınca düşürsünüz? Niyə bunları peyğəmbər kimi tanıyırsınız? Bunlara iman gətirirsiniz? Halbuki bu da bizim kimi insandır. Bu da sizin kimi insandır. Bunun bizdən nə üstünlüyü var ki? Niyə bunu ucaldırsınız? İndikilərin təbiri ilə desək, niyə şəxsiyyətə pərəstiş formalaşdırırsınız? Peyğəmbər də dediyiniz adam sıravi bizim kimi sıradan biridir. Bəli, peyğəmbərlər də bunu qəbul edirdilər. Qalət ləhum rusuluhum innəhnu illa bəşərun mislukum. Peyğəmbərləri onların cavabında dedilər, bu məntiqin cavabında dedilər ki, bəli, biz də sizin kimi bir bəşərik. Biz də insanıq. Biz də bazarda gəzirik, biz də alış-veriş eləyirik, bizim də ailəmiz olur. Biz bunu inkar eləmirik ki. Amma burada düyün nöqtəsi budur. Peyğəmbərləri başqalarından fərqləndirən bir dənə xüsusiyyəti var. Kəhf surəsi 110-cu ayədə oxuyuruq ki, qul innəmə ənə bəşərun mislukum. Denən, mən sizin kimi bir peyğəmbərəm. Amma fərqimiz budur. Yuhi iləyyə, mənə vəhy olur. Mənə vəhy olur. Bizim Allahla xüsusi əlaqəmiz və rabitəmiz var. O ki, siz deyirsiniz, peyğəmbərlər sıradan bir insandır, bizim kimi adamdır, düz deyirsiniz. Amma bizim kimi sıradan olan bir insanın fərqləndirici bir dənə xüsusiyyəti var, bunlar vəhy alırlar. Allahdan vəhy alırlar. Bax, bunu qarışdırırlar. Bugün də qarışdırılıb bu mövzu. Tarixən də qarışdırılıb. İnsanlar peyğəmbərin şəxsiyyəti ilə onun missiyasını bir-birinə qarışdırırlar. Bunlar elə başa düşürlər ki, elə peyğəmbər sıradan bir adamdır da bunun nə üstünlüyü var ki, nə fəziləti var. Mən də insanam, bu da insan. Amma onun üstünlüyü budur ki, bunun Allahla əlaqəsi var. Buna vəhy nazil olur. Bir dənə də məsələyə toxunum, sözümü xitam verim. Bəziləri deyir ki, biz ki deyirik, peyğəmbərin üstünlükləri var. Peyğəmbər Allahın elçisidir, onun nə desə bizim üçün höccətdir. Bəzisi bundan sui-istifadə edir. Məqsədli şəkildə insanların zehnini qarışdırır. Deyir, bu nə sözdür? Siz peyğəmbəri aşırı ucaldırsınız. Siz peyğəmbərin barəsində ilahlıq iddiasındasınız. İndi peyğəmbər evdə məsələn ailəsinə deyir, mənə çay ver, yemək ver və yaxud da uşağa deyir ki, get qapını ört. Məsələn də bu məişət söhbətləri. Bunlar Allahın vəhyidir. Bunlar vəhyidir. Deyir, bunlar vəhyidir. Bizim cavabımız yerə bu olsun. Bunlar vəhyidir. Peyğəmbərlər normal adi həyatların yaşayırdılar. Dedi axı, bunlar özləri deyirlər ki, biz də sizin kimi bəşərik. Yeyirik, içirik, gəzirik, evlənirik. Bunların hamısında hamı ilə ortaqdır. Amma peyğəmbərin din adına dediyi bütün şeylər vəhiydir. Baxın, bunu incə məqamdır. Ola bilsin biraz qarışıq mövzudur. Bu günləri müəyyən qədər qaranlıq məqamlar qala bilər. İnşallah növbəti günlərdə bu qaranlıq məqam həll olunacaq. Aydınlaşacaq biraz. Peyğəmbər əleyhissalamın məişət söhbətləri, gündəlik həyatında dediyi sözlər vəhy deyil. Amma peyğəmbərin din adına dediyi hər bir şey vəhiydir. Din adına dediyi hər bir söz vəhiydir. Peyğəmbərlərin üzərində ciddi məsuliyyət var. Axı biz iman gətirmişik peyğəmbərə. Axı biz Allaha iman gətirmişik. Quran-ı Kərim buyurur: "Və ləv təqavvələ aleynə ba'zal aqavil la'axazna minhu bil yamin." Əgər bu peyğəmbər bəzi sözləri özündən uydurub bizə aid eləsəydi, biz onu sağ əlindən yaxalayardıq. Yəni biz onu qüdrətimizlə tutardıq. Summa laqata'na minhul vatin. Sonra onun şah damarından kəsərdik. Fəma minkum min ahadin anhu hazizin. Və sizlərdən heç kim də onun qarşısını ala bilməzdi.
Yəni biz onu cəzalandırmağımıza heç kim mane ola bilməzdi. Haqqə surəsinin 44-47-ci ayələridir. Burada önəmli söz əley təqavvələ ələynə bəzələ qavil, bizə nisbət versə. Yəni elə şeyləri peyğəmbər əgər qanunsuz şəkildə nəuzubillah təsəvvür eləsə ki, nələrisə peyğəmbər din adına insanlara deyir, Allahın izni olmadan peyğəmbər əleyhissalamın buyurur ki, biz şah damarından kəsərdik və kimsə də buna mane ola bilməzdi. Yəni peyğəmbər əleyhissalam elə istədiyi sözü danışmır. Onun din barəsində dediyi hər bir kəlmə vəhiydir. İstər bu Qur'an-ı Kərimin ayəsi olsun, istər sıradan bir söz olsun. Baxın, bir də bəhs istəyirəm, yığcam eləyəm, nəticəni deyəm, bir dənə hədis deyəcəm, inşallah hədisin qismət olsa sabahları bu ətrafda yenə də danışarıq. O da budur ki, insanlar peyğəmbərlər barəsində təsəvvürün düzəltməlidir. Hər kəs peyğəmbər barəsində əqidəsini düzəltməlidir. Peyğəmbərlər Allah tərəfindən insanlara göndərilmiş sıravi bir bəşərdir, sıravi bir insandır. Heç bir insandan fərqi olmayan bir insanlardır peyğəmbərlər. Fərqləri budur ki, bunlara vəhiy nazil olur. Və bunların məişət mövzusunda bir-birləri ilə, ailəsi ilə, uşağı ilə danışdıqları vəhiy deyil. Amma din adına danışdığı hər bir şey mütləq vəhiydir. Əgər elə olmasaydı, Allah buyurur ki, biz onu cəzalandırardıq. Belə olan halda həmən Peyğəmbər əleyhissalam buyurur ki, İnnəlləhə əzzə və cəl, həqiqətən, şübhəsiz Allah Cəllə Cəlalu ləyəğzibu liğəzəbi Fatimə, Fatimənin qəzəbi ilə qəzəblənir və yərzali rızaha və onun razılığı ilə razı olur. Baxın, artıq burada nisbət verdi dinə. Demir ki, mənim qızım belədir, mənim qızım gözəldir, mənim qızım belədir, yaxşıdır, nədir? Bunlar öz yerində. Deyir ki, İnnəlləhə əzzə və cəl. Nisbət verdi Allaha. Həqiqətən Allah Cəllə Cəlalu ləyəğzibu liğəzəbi Fatimə. Fatimənin qəzəbi ilə qəzəblənir və yərzali rızaha və onun razılığı ilə razı olur. Məsələ görün nə qədər ciddidir. Deməli, bu vəhiydir. Peyğəmbər dili ilə dediyi söz, Fatimə barəsində dediyi söz, Allahın Fatimə Zəhra salamullah aleyha barəsində olan nəzəridir. Ona görə bu günlərin qədrini bilək. Bu günlər əyyam-ı Fatimiyyədir, eyni zamanda əyyamullahdır. Allah günləridir. Bu günlərdə Allah sözləri danışılır və xanım Fatimə Zəhranın razılığı, elə Allahın razılığı xanım Fatimə Zəhranın razılığıdır. Əl-Yazıbillah, əstəğfurullah, belə başa düşülməməlidir ki, biz elə bunları Allahla bərabər tuturuq. Xeyr. Elə xanım Fatimə Zəhra o şeyə razıdır ki, Allah ondan razıdır. Xanım Fatimə Zəhra o şeyə narazıdır ki, Allah ondan narazıdır. Yəni, xanım Fatimə Zəhranın mehvəri Allahdır. Ona görə xanım Fatimə Zəhra nəyə razı olursa, deməli Allah da razıdır bu şeydən. Ona görə buyurur ki, Fatimənin razılığı Allahın razılığıdır. Fatimənin qəzəbi Allahın qəzəbidir. Yəni, onlar bizim kimi deyirlər ki, hər şeydən sonra əsəbləşib nəsə desinlər. Çalışaq bugünkü günlərdə Həzrət Əmir əl-Müminin Əli əleyhissalama çox salam verək. Bugünün məzluməsi kimi xanım Fatimə Zəhradan danışılırsa, mən deyərəm bəlkə də cəsarət olar, amma bugünün ən böyük məzlumu Əli ibn Əbi Talib əleyhissalam. Bugün ona görə deyirəm salam verək, gəzə-gəzə, namazdan sonra, namazdan əvvəl. Çünki bugünkü gündə o Mədinənin namərd kişiləri Həzrət Əliyə salam vermirdilər. Həzrət Əli salam verirdi, onun salamının cavabını almadılar. Bu namərd ümmət iki məsuma eyni zamanda zülm eləyirdi. Həm xanım Fatimə Zəhraya, həm Əli ibn Əbi Talib əleyhissalam. Və bunların fonunda da İmam Həsən, İmam Hüseyin, xanım Zeynəb, Ümmə Gülsüm. Ələ lənətullah ələl qavməz zalimin. Səyələmullezine zələmu əyyəmun qələbun. Esselamu aleykum və rəhmətullah.